Salamlayıram sizlərə əziz izləyicilər. A qrupunun 3-cü qarşılaşması Modern Futbol Klubu ilə tək bir komandası qarşılaşır. İlk öncə sizə heyətləri açıqlayacağım. Modern Futbol Klubundan kapitan 10 nömrəli oyuncu Əliyev Sabit, 77 nömrəli oyuncu Eyyubov Rəşid, 7 nömrəli oyuncu İsmailov Arzu, 13 nömrəli oyuncu Talıblı Rəşadət, 9 nömrəli oyuncu Məmmədzadə Zakir, 3 nömrəli oyuncu Osmanov Rövşən, 1 nömrəli qapçı Məmmədov Vaqifdir. İndi isə sizə tək bir komandasının heyətlərini açıqlayacağım. Kapitan 10 nömrəli oyuncu Bağırov Kamran, Qasımov İslam, Sadıqov Sənani, qapçı Qasımov Əjdər, Teymurov Emin, Bayramov Xalid, 7 nömrəli oyuncu İsmailzadə Fuad, İsmailov Pərvin və Zeynallı Cabbardır. Qeyd edim ki, tək bir komandasının 0 xalı var. Birinci turda Respekt komandasına 4-2 məğlub olmuşdu. İkinci turda isə 2-1 Xətai komandası tək bir komandasını məğlub etmişdi. Üçüncü turun qarşılaşmasında tək bir komandasına qələbə lazımdır. Görək necə oyun nümayiş göstərəcəklər. Modern komandasında isə vəziyyət biraz yaxşıdır. 3 xalı var komandanın, 4-cü yerdədir. İlk turda Muradoğlu komandasına 7-5 hesabı ilə məğlub olmuşdu. İkinci turda isə Canıb Futbol Klubunu 6-5 hesabı ilə məğlub etmişdi. Baxaq necə olacaq. Məncə bu oyunda qollar görəcəyik. Hələ ki üstünlük yoxdur. Hər iki tərəfdə top itkiləri görürük. İrəliyir müdafiəçi. Pasını verdi, amma dəqiq olmadı. Top tək bir komandasının İslam topu yerinə yetirəcək. Uzun bir pas, qapçı Vaqif yerində idi. Cərimə yerdə qalır oyuncu. Vaqif topu yerinə yetirdi. Sabit kapitandan uzun bir pas keçmədi. Kamran uzaqlaşdırdı. İslam irəliləyir. Topu uğurladılar. Qapçı topun çıxmağına qoymadı, amma outdan top tərk edir meydanı. Topu İslam yerinə yetirəcək. Baxır. Kapitan Kamran yanındadır. Yox, Kamranla oynamadı. Önü boşdur. Nə edəcək? Pasını verdi. Pas özündən çıxır məhz. Modern Futbol Klubu topu yerinə yetirəcək. Top çıxmayıb. Bir daha uzun bir pas. Sabit topu qəbul edir. Sabitdən topu uğurladılar. Kamran. Pas verir. Bir daha Kamran. İslam. İslam nə edəcək? Yox, pası dəqiq olmadı. Ara pası keçmir. İslam gözəl oynayır. İrəliyir. Heç nə yoxdur, davam deyir. Rəşadət yerdə qalmışdı, durur ayağa. Ara pası bir daha keçmədi. Sənani idi topu uzaqlaşdıran, qeyd edim. Uzun bir pas Vaqifdən, Kamran uzaqlaşdırır, out. Sabit baxır kimə verəcək. Rəşadətlə oynadı. Rəşadət müdafiəçisi ilə oynayır.
Önünə baxır. Kamran uğurladı və qapısı ilə oynadı. Əjdər topu uzaqlaşdırdı. Topu uğurladılar. Sabitin zərbəsi dəqiq olmadı. Əjdər yerində idi. İslam. İslamın arafası göz alındı. Xəlildən pas. Kamran nə edəcək? Pasını verdi. Və müdafiəçi Rəşadət topu uzaqlaşdırdı. İslam sıyrıldı. İrəliyir. Pasını verdi. Kamranın zərbəsi blok qoyulur. Gözəl arapası. Qapçı. Rəşadət yerdə qalır. Çobuda oynadı. Tək bir komandasının oyuncusu. Fərid Məmmədov bağışlamır, sarı kart verir. Hər iki komandada top itkiləri görürük. İslam top saxlayır. Topu uğurladılar. Arzudan pas Sabitə. Sabit keçənmədi. Kamran müdafiədə gözəl oynayır. Zərbəsi qapıcı Vaqif yerindədir. Vaqif müdafiəçisi ilə oynayır. Uzun bir pas. Arzu top saxlaya bilmir. Kamran. Uzun bir pas Kamrandan. Rəşadət topu uğurladı. Pasını verdi. Top saxlaya bilmir. Tək bir komandası uzaqlaşdırır topu. Rəşadət müdafiəçisi ilə oynayır. İrəliyir. Pasını verdi. Arzudan pas. Pas dəqiq olmadı. Digər oyuncudan. Əjdərdədir top. Əjdər bir daha. Pas uğurladılar. Uzun bir pas dəqiq olmadı Arzuya. Yaxşı, ayaqlar, röş kəsək, tələsmirik. Kamrandan İslam'a pas. İslam cinahı dəyişir. Güzel paslaşır tək bir komandası. Baxaq ilk qolu hansı komanda vuracaq? İrəliyir. Zərbə. Qapıcı Vaqif topu buraxdı. Bilirdi ki top çıxacaq. Və topu daxil edir indi hal-hazırda oyuna. Müdafiəçisi ilə oynayır. Rəşid geriyə qapıcı ilə oynadı. Arzu irəliləyir. Arzudan Sabit kapitana pas. Kapitan nə edəcək? Geriyə oynayır. Bir daha Sabit. Yox, uğurladılar. İrəliləyir, keçdi. Qapıcı yerindədir. Pasını verdi. Rəşiddən yenə qapıcıya pas. Vaqif geriyə oynadı. Bir daha tələsmir. Uzun bir pas. İslam qoymur. Müdafiədə gözəl oynayır. Uzun bir pas. Emin. Sizdə xəttdən başla tələsmə. O toy dayansın. Emin topu yerinə yetirəcək. Baxır. Kimə verəcək? Yanındakı oyunçu oynayır. Zərbə. Qapıdan yan keçir. Orada qal, orada qal, orada. Vaqif. Sabitlə oynayır. Sabit irəliləyir. Mübarizə görürük. Qeyd edək ki, 4 nömrəli oyunçunu cəzalanıb. Sarı vərəqəsi var. Mübarizə görürük. Sabit mübarizəni udur. Bitirməyib topu. Pasını verdi. Kapitan Kamran topu uğurladı. Rəşadət çatdı topa. İslamdan uzun bir pas. Gözəl oynadı Rəşadət. Sabit. Rəşid topu itirdi. Uğurladı müdafiəçi. İrəliləyir. Təhlükəli atak ola biləcəkmi? Yox.
4 nömrəli oyunçu topu uzaqlaşdırır. 3-cüdən zərbə. Modern Futbol Klubundan Sabitə pas. Sabitdən gəlişinə pas. Əjdər üçün adi zərbə idi. Topu tutur. İslam sıyrılır. Yox, Arzu köməyə gəlir. Vaqif topun çıxmağına qoymadı. Uzun bir pas dəqiq olmadı. Out. İslam Emin'le oynadı. Zərbə dəqiq değildi. Vaqif oyuncularının önə getməyini gözləyir sanki. Rəşadət. Rəşid topu itirdi. İslam. İslam tabanla pası. 4 nömrəli oyuncudan pas. Topu saxlaya bilmədi. Del Piero 10 nömrəli oyuncuydu, qeyd edim. Hələ ki iki tərəfdə də top itkilər görürük. İslam. İslam nə edəcək? Zərbəsi! Təhlükəli bir zərbə idi. Solaxay vurmuşdu, qeyd edim. Arzu. Arzu nə edəcək? Arzu cinahı dəyişir, amma sabit gözləmirdi. Out. Kamran topu yerinə yetirəcək. Geri oynayır. Əjdər. İslam. İslam topu itirdi. Komandasında qalır. Tək bir komandasının qapısı topu yerinə yetirir. Top çıxdı. Out. Arzu kimlə oynayacaq? Geriyə müdafiəçisi ilə oynayır. Zərbə görəcəkmi? Bəli, qüvvətli zərbə. Dirəyə dəyir və sabit. Qapçıdan gələn topu tora daxil edir. Əvvəlki turlarda olduğu kimi yenə də sabit komandasını sevindirir. 10 nömrəli oyunçu kapitan. Və hesabda Modern Futbol Klubu 1-0 öndədir. Topu yerinə yetirdi tək bir komandası İslam. İslamdan uzun bir pas. Müdafiəçi yerindədir, amma topun çıxmağına qoymadılar. Del Piero. Geri oynayır Emin. Emin o pasını verdi. Gözəl bir pas. Top qəbulu gözə alınmadı. Sabitdən pas Arzuya. Arzunun önü boşdu. Topu saxladı. Zərbəsi. Qapıdan xeyli aralı keçir. Əks hücumda yaxalamışdı Modern Futbol Klubu. 4 nömrəli oyuncu irəliləyir. Topu uğurladılar. Bu Rəşid idi. Rəşidin zərbəsi İslamdan blok. Rəşid kimlə oynayacaq? Baxır. Uzun bir pas. Sabitdən pas. Başla zərbə. Qapıcı Əjdər yerindədir. Az qalsın ikinci qolunu vura bilirdik Modern Futbol Klubu. Yerlə pas keçmədi. Müdafiəçidən blok görürük. Rəşid geri oynayır. Sabit. Top meydanı tərk etmişdi. İslam Eminlə oynayır. Emin irəliləyir. Zərbəsi qapıdan yan keçir. Vaqif Rəşadətlə oynayır. Geri oynayır Vaqif bir daha. Arzu. Arzu önə baxır, pastı verdi Sabit. Sabit nə edəcək? Tələsmir, geri oynayır. Geldi. Sabit topu uğurlaya bilmədi. Sabit nə edəcək? Pasını verdi. Yox. Az qalmışdı, gol görə bilərdi. Kamran topu uğurladı, pasını verdi. Del Piero bir daha Kamranla oynayır. Kamranın pası keçmədi İslam'a. Del Piero topu saxlayır. Rəşadət yerdə qalmışdı. Qalxır ayağa, pasını verdilər. Kamranın zərbəsi dəqiq olmadı. Kamran tələsməsəydi bəlkə də gol görə biləcəkdik.
Vaqif. Baxır, uzun bir pas. Qapıcı Əjdərə gəlir top. Əjdər tez topu daxil edir oyuna. Çünki hesabda geridədirlər. Gözəl davam pası. Yox, çata bilmədi. Vaqif. Müdafiəçisi ilə oynadı. Sənanini biz oyunda görürük tək bir komandasında. Qeyd edim ki, hələ ki Fuad oyunda yoxdur. Tək bir komandası hesabda geridədir. Nə düşünürlər maraqlıdır. Sənaninin zərbəsi, qapıcı Vaqif. Tez başladı oyuna. Sabitdədir top. Sabit dayanır. Keçə biləcəkmi? Yox. Sənanın topu uğurladı. Pasını verdi. Del Piero. Geriyə çəkilir. Sənani. Pası keçmədi. Rəşadətin pası. Emin topu uzaqlaşdırmışdı. Qüvvətli zərbə. Qapıdan yan keçir. Sənani. Ara pası. Topu uzaqlaşdırır. Hər iki tərəfdə də zamen olan oyuncular gördük. Baxaq nə edəcək. Top çıxmayıb. Out. Tək bir komandasının. Ara pası Del Piero. Zərbə olacaqmı? Yox, gecikdi. Bir daha geri qaytarır topu İslamdan Eminə pas. Emin'dən topu uğurladılar. Bəşirdən pas. Sabit qapıcı ilə üzbəyizdir. Sabit qapıcını yıxır və İslam son anda müdafiəyə yetişir və topu uğurlayır Sabitdən. Sabit dubl edə bilərdi. Out yerinə yetirəcək Modern Futbol Klubu. Uzun bir pas. Başla zərbə. Dəqiq olmadı. Toxunuş yox idi. Qapıcı Əjdər topu yerinə yetirəcək. İslamla oynayır. İslam irəliləyir. Sənani. Gözəl sıyrıldı. Zərbə olacaqmı? Sənaninin zərbəsi. Qapıcı Vaqif. Seyv edir. Etirazını bildirir komanda yoldaşlarına. Necə rahat zərbə vurur. Onu bildirdi. İslam pasını verir. Emin'in zərbəsi. Arxa dirəyə dəyir. Tək bir komandası təhlükəli hücumlarını görürük. Emin topu uğurladı. Bir daha zərbə. Vaqif yerindədir. Uzun bir pas Sabitə. Sabit topu qəbul edir. Arzu pas istədi. Keçmədi. Del Piero. 10 nömrəli oyuncu irəliləyir. Pası dəqiq olmadı. Hər iki komandada itkilər var toplan. Arzu pasını verir. Sabit. Sabitin zərbəsi. Qapının üstündən keçir. Zərbə qüvvətli alınmışdı. Əjdər Emin'lə oynayır. Emin'dən Del Piero'ya pas. İslam itirdi. Rəşadət. Pasını verdi Arzuya. Sabit topu saxladı. Gözəl hərəkətlər görüyor. Pasını verdi Rəşadət. Yox. Out. Top tora dəydi. İslam. Del Piero ile oynuyor. Baxır qarşıya. Kimlə oynayacaq? İtirdi. Topu Rəşadət saxladı. İrəliyir. Sənani çatdırdı. Əjdər də yerindəydi. İslam. Gözəl aşırma zərbəsi və gol. İslam. Hər mövqeydə görə bilərik İslamı. Müdafiədə də oynayır, hücumda da və komandasının ilk golunu vurur. Hesab bərabərləşir. 1-1. 20-ci dəqiqədə qeyd edim. Sabitdən Arzuya pas. Arzu sıyrıldı. Emin qoymadı. Müdafiədə dəqiq oynayır. Altı Arzu yerinə yetirəcək. Zərbəsi keçmədi. Zakir idi zərbəni vuran oyuncu. Zakirdən Arzuya pas. Bir daha Zakir. Dəqiq olmadı. Sanki Sabitin açılmağını gözləyirdi. Amma Sabit orada yox idi. Xalid.
Sarı kartal oyuncusudur. Uzun bir pas. İslam satacaq mı? Yox. Vaqif yerindədir. Ortaya bir pas görürük qapıcıdan. İrəliyir. Topu uğurladılar. Amma ikinciden zərbəni Modern Futbol Klubu yerinə yetirəcək. Tez başladı. Sabit. Xalid topu uzaqlaşdırır. Axır kimə verəcək? Sabitə pas keçmədi. Rəşadət geriyə oynayır. Zərbə idi bu, dəqiq olmadı. Rəşid idi zərbəni vuran oyuncu, 77 nömrəli İslam. İrəliyir. Ne edəcək? Pası keçmədi, amma top yenə də İslamda qalır. Cərimə zərbəsi. İslam oyuncularının önə getməyini səsləyir. Sənanidən İslama pas. İslam hələ də itirməyib topu. Top çıxdı. İslam yerinə yetirəcək. Uzun bir pası qapıcı yerindədir. Vaqifdən uzun bir pas. İslam başla uzaqlaşdırır. Out. Modern Futbol Klubu yerinə yetirəcək. Sabit topun başındadır. Baxır önə. Zakirlə oynayır. Zakir. Rəşadətlə oynadı. Ne edəcək? Bizdə. Rəşid. Mən vurmuşam. Rəşadət topu. Bunlar. Rəşadət. Nedir? Sabitə pası. Sabit birbaşa zərbə təhlükəli idi. Top qapıcıya dəyərək meydanı tərk edir. Pas keçmədi. Müdafiəçi uğurladı topu. İslam. İslamla cinah dəyişir. Sənani. Sənani keçə bilmədi və cərimə. Tələsirlər, tez davam. İslam irəliyir, sıyrıldı. Zərbəsi olacaq mı? İslamın zərbəsi. Dirəkdən top çıxır. Out. Sanki komanda yoldaşları golun olduğunu gördü. Saç-baş qalmışdılar. İslam çox sürətlidir. Müdafiəçisini gözəl keçdi. Zərbəsini də gözəl vurmuşdu, amma dirək qoymadı ki, qol olsun. Sənanidən pas keçmədi. Zakir topu uzaqlaşdırır. Sənani. İslam. İslam bir daha keçir. Zərbə qapının üstündən keçir. Artıq ikinci dəfədir ki, Elşəni keçir İslam. Vaqif topu yerinə yetirəcək. Sabitdən pas. Zakirin zərbəsi qapıcı Əjdər yerində idi. Sabit. Pasını verdi Arzu. Top saxlayır. Pasını verdi. Geriyə oynayırlar Rəşadət. Rəşadətdən uzun bir pas. Emin yerindədir. Rəşadət topu yenə uğurlayır. Pasını verdi Sabitə. Sabitdən aşırma zərbəsi dirək. Top 2 dəfə dirəyə dəyərək meydanı tərk edir. Tək bir komandası topu yerinə yetirdi. İslam. Uzun bir pas. Elşən qarşıladı. Del Piero'dan pas. Dəqiq olmadı. Out'u Modern Futbol Klubu yerinə yetirəcək. Sənani oradan pressing edir ki, qapıcıya topu verməsinlər. Uzun bir pas. Heç kim yoxdur. Top evinə gəlir. Evindən pas keçmədi. Xalid pasını dəqiq verə bilmir. Sabit. Sabitdən gözəl ara pası. Çatmadı Zakir. Qapıcı Əjdər. Xalidlə oynayır.
Xaliddən İslama pas. İslamın pası keçmir. Eyşən uzaqlaşdırır topu. Əgər ki deməzdim ki, hər hansı bir komandada üstünlük var. Hesab da 1-1'dir. Maraqlı qarşılaşma görürük. Zərbəsi Eminin təhlükəli alınmışdı. Qapıcı Vaqif yerində idi. Bir əli ilə çıxartdı topu. Sənani topu yerinə yetirəcək. Yanında İslam var. İslama bıraxır Sənani. Baxaq nə olacaq. Topu düz yerinə yetirməmişdi və top Modern komandasında qalacaqdı, amma birinci hissə bununla da bitir. İkinci hissədə sizlərlə olacağıq. İkinci hissədə sizlərləyik əziz izləyicilər. Qeyd edim ki, Təkbir 1, Modern Futbol Klubu 1. Maraqlı qarşılaşma görürük. Baxaq nəticə necə olacaq. Topu Modern komandası Təkbir komandası ilə verir. Qapıcı dəyişikliyi görürük. Cabbar qapıdadır. Fuad da oyuna daxil olub. Fuaddan geriyə pas Xalid. Xalid uzun bir pası. Heç kim yoxdur. Vaqif. Uzun bir pas. Emin qoymur keçsin. Kamrandan pas dəqiq olmadı. Eyşən topu uzaqlaşdırdı. Sabit. Nə edəcək? Sabit yerdə qalır. Emin itələmişdi onu. 5 istəyir Sabit. Canlı sətdə 2 oyuncu görürük. Eminlə Fuad. Baxaq Sabit nə edəcək? Pas mı olacaq? Zərbə mi? Sabitdən pas. Eyşənin zərbəsi qapıdan yan keçir. Qapıcı Cabbar tələsir. Baxır kimə verəcək. Uzun bir pas keçmədi. Arzudan pas dəqiq olmur. Hər iki komandada top itirmələr görürük. Kamranın pası Sənaninin gerisinə olmuşdu deyə Sənani topa yetişə bilmədi. Arzu Eyşənlə oynayır. Bir daha Arzu. Geriyə oynadı, amma top Kamrandan tərk edir. Arzu rəşadətlə oynayır. Sabit Emin uğurladı. Keçə bilmir. Cərmə. Rəşadətindəydi. Tələsir. Pas keçmir. Hər iki komandada itkilər var. Fuad Rəşadət topu gözəl uğurlayır. Pasını verir, amma heç kim yoxdur. Sənani. Baxaq nə edəcək. Fuadla oynayır. Fuad geri oynadı. Cabbar. Bir oyuncusun sıyrıldı. Pasını verdi. Xalid irəliləyir. Sənaniyə pas. Sənani topu saxlayır. Zərbə olacaqmı? Zərbəsi və gol! Sənani. Hesabı 2-1 edir. Hesabda geridədir Modern Futbol Klubu. Kapitan Sabit topu yerinə yetirdi. Vaqif. Vaqifdən uzun bir pas. Qarşıladı Xalid. Kamrandan Eminə pas. Emin pası dəqiq olmadı. Sağ ol, yaxşı. Fuadın pası Sənani. Bir daha eyni gol görürük demək olar. Sənani komandasının 3-cü qolunu vurur, dubledir. Demək olar ki, eyni qolun təkrarını gördük. Sənanidən hesab 3-1'dir. Sabit kapitan komanda yoldaşlarına iradlarını bildirir. Arzunun zərbəsi dəqiq olmadı, amma toxunuş var idi.
Topu yerinə yetirəcək Arzun pası keçmir. Bir daha pas. Top qapıcı Cabbardan çıxır. Gücdən zərbə. Cabbar topu saxlaya bilmir. Top meydan bir daha tərk edir. Zərbə görəcəyimi? Yox. Emin uzaqlaşdırdı topu. Vaqif. Baxır önə. Uzun bir pas. Cabbar uzaqlaşdırdı. Xalid topun çıxmağına qoymadı. Amma saxlaya bilmir. Küncdən zərbə. Arzu. Baxır kimə verəcək? Sabit. Sabitin zərbəsi. Kapitan. Komandasına çox vacib qol vurur. Komandası bununla da motivasiya qazanır. Dubl edir Sabit. Hesab 3-2'dir. Sabit bütün komanda yoldaşlarla danışır. Dəstək olur onlara. Bir narahat olmayın, mən varam və qələbə qazanacağıq. Baxaq, Kamran nə edəcək? Kamranın zərbəsi dəqiq olmadı. Vaqif tələsir. Bir top geridədilər. Sabitdən pas. Fuat topu qəbul edəmədi. Cərimə. Top təşbir komandasının Fuatdan Xalidə pas. Bir daha Fuat. Fuat söndü. Nə edəcək? Sənani ilə oynayır. Sənani sıyrıldı. Zərbəsi olacaqmı? Qapıcı Vaqif. Və öz oyunçusuna dəyir Fuatın zərbəsi. Top çıxmışdı. Out. Ben sen köye lazımdı. Fuat. Geriye oynayır Emin. Kamran'la oynadı. Kamran'dan uzun pas. Dəqiq olmur. Vaqif. Vaqif'dən uzun bir pas. Sabit. Yanında Emin var. Təpik. Dəydi Sabitə. Cərimə zərbəsi. 5 istəyir. Qapıcı Cabbar canlı səhti qoyur. Bir canlı səht var. Məncə bir canlı səht təhlükəlidir. Zərbəsi Cabbar. Yerində idi. Sabitdən gözəl uz zərbəsi gördük. Vaqifdən uzun bir pas. Qapıcı bir əli ilə topu uzaqlaşdırır. Gözəl mübarizə görürük. Hamı meydan içindədir. Qarışıqlıq var. Eyşənin başla zərbəsi kapitan Kamran uzaqlaşdırır. Eyşən qapıcı ilə oynayır. Vaqif uzun bir pas. Qapıcı Cabbar yerindədir. Emin. O Emin! Pası səhv edir. Rəşadətdən top qapıya gedir. Qapıcı Cabbar gözləmirdi bunu. Hesab 3-3 olur. Gol Rəşadətə yazılır. Sənani. Kapitan Kamran'la oynayır. Kamran'dan geriyə pas. Xalid. Topu önə verir. Fuat satacaqmı? Vaqifdədir top. Qapıcı yerindəydi. Topu yerə salır. Rəşid. Rəşidin zərbəsinə blok qoyulur Xaliddən. Sabit topu qəbul edir. Pasını verdik. Arzudan pas dəqiq olmadı. Sənani. Sənani topu atıb qaçır. Qapıcı da önə gəlib. Zərbə dəqiq olmadı. Toxunuş da yox idi. Vaqif sanki əsəbləşib. Çox gözəl də oynayır qeyd edim. Uzun bir pas. Sabit top saxlaya bilmir. Cabbardan uzun bir pas. Fuada top keçmədi. Sabit. Sabit nə edəcək? Sıyrıldı. Sabit qapıcı yerdədir. Sabitin zərbəsi. Dəqiq olmadı. Nəyi qaçırdırsan Sabit? Qapıcı yerdə idi. Amma qol olmadı. Uzun bir pas Sənani qəbul edəmir. Vaqif. Baxır kimlə oynadı? Elşənə verdi. Elşəndən pas.
Rəşid topa çatır. Yox, Fuad uğurladı topu. Fuad önə getməyini bildirir oyuncularının. Kamran. Kamran zərbəsi. Bir daha zərbə. Eyşandan blok görürük. Kamrandadır top elədə. Kamran yerdə qalır. Cərimə zərbəsi. Cərimə zərbəsi. Fuad topun başındadır. Fuadın zərbəsi xeyli aralı keçir. Hesab 3-3'dür. Başa-baş oyun görürük. Baxaq necə olacaq. Emin. Eminə uzun bir pas. Sənani başla, amma uğurlaya bilmədilər topu. Qapıcı yerində idi Cabbar. Emin uzaqlaşdırır və out. Baxır kimə verəcək. Pas keçmədi Emin. Emin'dən bir daha topu uğurladılar, amma top tək bir komandasının toxunuş yox idi, deyir Fərid Məmmədov. Xaliddən uzun bir pas. Heç kim yoxdur. Vaqif topun çıxmağına icazə verir. Baxır önə. Fuad Eyşanı bağladığına görə müdafiəçiyə pas verəmir. Uzun oynayır pası. Pərviz. Qapıcı Cabbar çıxdı önə. Zərbə. Vaqif topu buraxır. Təhlükəli deyildi. Vaqifdən uzun bir pas. Emin buraxır. Cabbardan uzun pas. Qapıcı. Top qapıcıdadır. Uzun bir pas. Sabit. Topu yerə salır. Zərbə olacaqmı? Yanında Fuad var. Toplam varsa Fuad uğurladı. Heç nə yoxdur. Fuad irəliləyir. Pasını verdi Sənaniyə. Sənani nə edəcək? Pası keçmədi Fuada. Yaxşı fikirləşmişdi. Arzudadır top. Arzu irəliləyir. Top saxlaya biləcəkmi? Emin topu uzaqlaşdırır. Bəli, Modern Futbol Klubundadır top. Pas Sabitə. Sabitdən bir daha pas. Gözəl paslaşırlar, amma Pərviz qoymadı. Xalid. Sənani. Sənanidən uzun bir pas Pərvizə gəlmişdi, amma Pərviz sata bilmədi. Eyşən Vaqiflə oynayır. Bir daha Eyşənə verir topu. Uzun bir zərbə deməyək, pas idi bu. Keçmədi. Artıq bu zərbə idi. Qapıdan yan keçir. Time out Modern Futbol Klubunundur. Tək bir komandasında qapıcı dəyişikliyi görürük. Cabbar meydanı tərk edir. Yerinə Əjdər daxil olur. Qeyd edim ki, Əjdər birinci hissədə sona kimi qalmışdı. Pərviz. Sənaniyə pası. Sənani cərimə. Sənani tez Fuadla oynadı. Fuaddan geriyə Kamrana pas. Fuad sönür. Nə edəcək? Geriyə çəkilir. Kimə verəcəyini bilmir. Kamranla oynadı. Kamranla uzun bir pas. Keçmədi. Rəşadət. Pərviz geriyə oynayır Kamran. Kamran topu uzaqlaşdırır. Yenə də Rəşadətin pasını görürük. Amma topu Xalid uğurlayır Fuad. Fuad pas verdi, amma keçmədi. Rəşid qoymadı. Fuaddadır top. Xalidin uzun bir pası. Sənani gəlişinə vurdu, amma keçmədi. Dəqiq olmadı. Sənani gözləyir. Pasını verdi Xalid. Geriyə oynayır Pərviz. Pərvizin zərbəsi qapıcı. Bir əli ilə topu uzaqlaşdırır. Gücdən zərbə. Hər iki tərəf tələsir. Hesab bərabərdir. Heç bir komanda bir xal götürmək istəmir. Sanki hər iki komanda da 3 xalı gözünə dikib. Baxaq necə olacaq. Pərviz gəldi, amma itirdilər topu. Sabit irəliləyir. Pasını verdi. Qapıcı uzaqlaşdırır.
Zakirdən zərbə gəldi. Kamran kapitan topu uzaqlaşdırdı. Out. Zakir. Pas dəqiq olmadı. Qapıcı Vaqif bildirmişdi ki oyuncusuna topu xəttə başla, amma başlamadı və cərimə top digər komandaya, tək bir komandasına keçir, ona görə də Eyşəndən başla pas. Önü boşdu, zərbə, qapıcı Əjdər. Həqiqətən də bu gün qapıcı Vaqif gözəl oynayır. Sabitdən pas keçmədi, Pərvizə dəydi. Sabit yenə topu yerinə yetirəcək. Ara məsafəsi istəyir. Uzun bir pas. Çata bilmir topa Zakir. Əks hücum görə bilərik. Fuad. Top Fuadın özündən çıxır məhz. Modern Futbol Klubu tələsir. Fuad onun qarşısını kəsmişdi. Vaqif. Uzun bir pas. Pərviz sinəsi ilə topu qəbul edir, amma oyuncusu yanında yox idi. Out. Zakirdən geriyə pas. Rəşadətdən gəlişinə zərbə. Pərviz oğurlayıb irəliləyir. 3-2-yə Sənani. Sənani'nin zərbəsi qapıcı Vaqif. Yox, Vaqifə toxunmamışdı. Dirəkdən çıxdı top. Eyşən top yenə də modern komandasındadır. Uzun bir pas Vaqifdən. Tora dəyir, out. Xalid topu yerinə yetirəcək. Pərviz. Sənani. Xalid. Gözəl paslaşır tək bir komandası. Pərviz. Silahı dəyişir, Fuadla oynadı. Fuad kapitan Kamranla oynayır. Kamranla uzun bir pas. Qapıcı yerindədir. Sabit. Sabit nə edəcək? Pasını verdi. Zakir. Yox. Əjdər. Topu qucaqlayır sanki. Out. Vaqif topu yerinə yetirəcək. Rəşadət. Uzun bir pas Rəşadətdən. Fuad qoymadı. Xalid topun çıxmağına qoymur. Pasını verdi, gözəl pas. Sənani saxladı. Zərbəni ayağına vurur Sənani. Cərimə. Eyşən yerdə qaldı. Vaqifdən uzun bir pas. Sabit. Sabit keçdi. Yox. Əjdər qoymur. Fuad. Fuad nə edəcək? Pərviz. Fuad. Sənaniyə pası dəqiq olmadı Fuadın. Qeyd edim ki, tək bir komandasına İslam, Emin, Zamendədir. Məncə onlar oyuna daxil olsalar daha çox komandada dəyişiklik olar. Top meydanı tərk edir. Tək bir komandası yerinə yetirəcək. Xalid topu başladı. Pərviz. Xalid. Out. Top Zakirdən çıxır. Gelme de Sənani, gelme. Xalid. Kimlə oynayacaq? Fuadla oynadı. Arzudan top tərk edir meydanı. Fuad Pərvizlə oynayır. Pərvizdən yerlə pas Sənani. Kamran. Top tabanla pas verir Sənaniyə. Sənani geriyə oynayır Xalid. Fuad. Fuad topu itirmədi. Rəşadətin də gözəl mübarizəsini görürük. Arzu sata biləcəkmi? Yox. Arzu topu yerinə yetirəcək. Yanında oyuncusu var. Rəşid. Rəşidin zərbəsi qapıcı Əjdər yerindədir. Pərviz. Uzun bir pas. Əks hücum. 2-1-ədilər. Sənani. Sənani'nin zərbəsi Vaqif. Sənani pası Kamrana versəydi daha yaxşı olardı və gol görə bilərdik. Pas görmədik amma Sabit. Hər iki tərəfdə də əks hücumlar görürük. Out. Modern komandasının hakimə etirazı var Pərvizin. Sabit topu tez başlayır. Zərbə keçmədi. Zakir alınmadı zərbəsi. Xalid.
Önü boşdu. Fuadla oynadı. Fuad nə edəcək? Fuad sıyrılır. Zərbə olacaqmı? Yox. Toxunuş yox idi. Yox. Var idi. Tək bir komandası topu daxil edəcək. Baxır kimə verəcək. Hava pası. Sənani topun çıxmağına qoymur. Top Sənanidə məhz tərk edir. Vaqif. Vaqifdən uzun bir pas, amma heç kim yoxdur. Əjdər yerindədir. Əjdərdən Fuada pas. Xalidin pası. Pərviz qapıçıya vermək istəyirdi, amma küncdən zərbə. Sabit tələsir başladı, amma Əjdər yerində idi. Rəşidin zərbəsi. Sabit etiraz edir müdafiəsinə. Pərviz irəliləyir. Pərviz bir oyuncusu sıyrıldı. Xaliddən gözəl pas. Fuad içəriyə verir. Qapıcı Vaqif. Vaqifdən uzun bir pas. Sabit topu qəbul edir. Edəcək. Zərbəsi keçmədi. İki kapitan mübarizəsini gördük. Top Əjdərdədir. Arzudan pas gəlmişdi, amma qapıcı yerində idi. Kamran. Bir oyunçunu keçir, pasını verir. Fuadın önü boşdur. Fuad nə edəcək? Fuad! Nəyi qaçırdır? Bu cür şans. Vaqif önə baxdı. Rəşadət topu saxlaya bilmədi. Həm də top bərk getmişdi. Kamran. Pərvizə pası. Topu uzaqlaşdırır Zakir. Vaxtın bitməyinə çox az qalıb. 48-ci dəqiqədir. 2 və ya 3 dəqiqə qalıb. Qapıcı pasta dəqiq oynamadı, amma top yenə də tək bir komandasındır. Xalid Sənani ilə oynayır. Sənani irəliləyir. Bir oyuncusunun sıyrıldı. Rəşadət mane olmaq istədi, amma olmadı. Yerdə qalır, bəli. Hakimdən kart görürük. Geridən patkat gəlmişdi. Sənani yerdə qalır. Kapitandan Fərid Məmmədova etiraz var, amma Fərid Məmmədov əmindir və vəziyyəti başa salır, epizodu anladır Sabitə. Qapıcı Vaqif 3 canlı səs istəyir. Topun başında Pərvizdir, yanında Xalid var. Baxaq ev tapşırığı varmı, yoxsa birbaşa zərbə mi görəcəyik? Pərvizdən pas, Xalidin zərbəsi Arzuya dəyir. Tələsir tək bir komandası. Xalidin zərbəsi keçmədi. Rəşid idi bu uzaqlaşdıran. Xalid irəliləyir. Arzu da yanındadır. Uzun bir pas. Qapıdan zərbə. Vaqif ara məsafə istəyir. Uzun bir pas. Top qəbulu dəqiq olmadı. Fuad da itirdi topu. Hər iki komandada itki var topla bağlı. Əjdər Xalidlə oynayır. Hər iki komanda tələsir. Fuad. Hakim düzgün qərar verdi. Kapitan Kamran Rəşidi tutmuşdu əli ilə. Sabit topa çatdı. Zərbəsi Əjdər. İki dəqiqə əlavə deyir etirazlara görə. Sabit. Ara pası Arzunun yox. Rəşidin zərbəsi idi bu. Dəqiq olmadı. Out. Fuad yerinə yetirir. Fuad cinahı dəyişir. Pərviz. Del Piero. Pasını verdi. Sənani. Təhlükəli oyun var idi. Bəli. Rəşadət tərəfindən. Pərviz Fuadla oynayır.
Fuad nə edəcək? Fuadın uzun zərbəsi Vaqif yerindədir. Əks hücum. Sabitin yanında Arzu var. Arzuya pas gəldi. Arzu topu saxlayır. Arzu itirmədi. Sabit nə edəcək? Arzu və nəyi qaçırdılar? Zakir topa çata bilmədi. Başa düşmədi komanda yoldaşını. Arzu qapıya vursaydı bəlkə də qol idi bu. Pərvizdən pas, yenə doğruladılar. Sabit nə edəcək? Sabitin zərbəsi və gol! Formasını çıxardır Sabit və buna görə cəzalanacaq, amma gol sevincini belə bölüşür kameralara. Hat-trick etdi Sabit. Fərid gol sevincinə görə kapitanı cəzalandırır. Sarı kart görür Sabit. Məncə dəyərdi o sarı vərəqəyə görə. Hat-trick edib və formasını çıxardır. Sənani topu qəbul edəmədi. Hesab bərabərləşə bilərdi. Qeyd edim ki, hesabda Modern komandası 4-3 öndədir. Maraqlı mübarizə görürük. Uzun bir pas. Qapıcı topu yerinə yetirəcək. Məncə tək bir komandası tələsməlidir. Uzun bir pas Pərvizdən. Kamran topu qəbul edir. Zərbə Rəşadətdən qapıdan aralı keçir. Əjdər Pərvizlə oynayır. Pərvizdən pas keçmədi. Sabit irəliləyir. Çox pis zərbə idi bu. Sabit məncə artıq yorulub. Pərviz Fuadla oynayır. Fuad nə edəcək? Oyuncularını önə çağırır Fuad. Uzun bir pas. Xalid. Və bununla da oyun bitir. Modern futbol komandası qələbə qazanır. Son anda Sabit'in qolu. Və maç bununla da bitir. Növbəti qarşılaşmada sizlərlə olacağıq. Şəhçiniz mən Mirceyhun Mənsimov idi.